Səttar Qəmbərov, təşəkkür edirik. Sabahınız xeyir olsun. Xoş gördük, xoş gəldiniz. Bu gözəl vals kimdən gəlir? Bir dəstixət var, tutdum. Bu gözəl bəstəyə görə dəyərli bəstəkarımız Aygün xanım Səmədzadəyə, O dəqiqə hiss olunur. Zakirə xanım Allahverciyevə təşəkkür edirəm. Bir də Aygün xanımın dünən ad günüydü. Buradan sizin vasitənizlə Aygün xanımı bir daha təbrik edirəm. İcazə verin, biz də təbrik edək. Çünki dəfələrlə səhər çağının ən sevimli qonaqlarındandır, ən dəyərli insanlarındandır və təbrik edirik ürəkdən. Aygün xanıma ancaq can sağlığı arzulayırıq. Çünki o bizim gözləntilərimiz və özünün də şəxsi gözləntiləri, o zirvədə olmaq, zirvədə qalmaq Aygün xanıma artıq nəsib olub. Bundan sonra ancaq can sağlığı. Gününüz uğurlu keçsin. Aygün xanım təbrik edirik. Amma yeni bəstələr də gözləyirik Aygün. Aslında Aygün xanımın bu dəstəyi almaq, bu razılığı almaq düşünürəm, yəni ifaçıya nəsib olmur. Arzusu ola bilər, amma əsas olan nəsib olmaqdır. Özümü çox şanslı hiss edirəm, yəni ki, həqiqətən, Allah olsun Aygün xanım.